Bilirsiniz də, dünyamızı kişilərə borcluyuq. Bütün elmi kəşflər kişi alimlərindir. Ən güclü şahmatçılar da kişilərdir, ən yaxşı aşpazlar da. İnanmırsınız? Kişilərdən soruşun. Yəni dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil bugünkü gündə. İstənilən kişi sizə deyəcək ki, atomu biz parçalamışıq, Nobel mükafatını ən çox bizə veriblər, ən gözəl rəsm əsərlərini də biz çəkmişik, ən möhtəşəm binaları da biz ucaltmışıq. Əksər dövlətlərin də başında biz dururuq. Dirəsinə denən Moşu müəllim dedi ki, mən kişiyəm. Əslində kişilər biz deyəndə özlərini nəzərdə tutmurlar. Onlar penisi olan başqa şəxslərin uğurlarına ortaq olurlar. Ayrı-ayrı kişilərin nailiyyətləri ümumilikdə kişi cinsinin uğuruna, sərvətinə çevrilir. Məsələn, tez-tez biz deyərək özünü alimlərlə, memarlarla, aşpazlarla eyni sıraya qoyan bir kişi bəlkə də heç evdə paltaryan maşını işə sala bilmir. Yaxud da ömründə 2 yumurta qırıb qayğanaq düzəltməyib. Universiteti də ortabab qiymətlərlə bitirib. O boyda Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. Ya işte. Bu fenomen feminist çevrələrdə Einsteinın penisi adlanır. Einstein atom silahını ixtira edəndən sonra köçdü Amerikada, o Amerikada yaşayırdı. Hamı görəndə dedilər ki, bu Einsteindir, Einstein atom silahını. Bu ironik bir termindir və kişilərin başqalarının nailiyyətləri ilə kollektiv şəkildə qürur duymasını ifadə eləyir. Bir çox kişilərin Einstein ilə yeganə ortaq cəhəti penislərinin varlığı olsa da, onlar özlərini böyük və dahi bir klubun üzvü kimi görməyi sevirlər. Heç bir əhəmiyyətli iş görməsələr də özlərini önəmli hiss eləyə bilirlər. Onların rusca demək istəyirəm, qalavası netuda, yəni. Bu termin rus dilli feminist icmada 10 ildən çoxdur ki, özünə yer tutub və yayılıb. Amma bu fenomenin başqa maraqlı cəhəti də var. Başqalarının uğurlarına şərik çıxan kişilər onların məsuliyyətini qətiyyən bölüşmək istəməzlər. Məsələn, müharibələrin əksəriyyəti kişilər tərəfindən başladılır. Təcavüz, məişət zorakılığı, qətl hadisələrinin əksəriyyətini də kişilər törədir. Amma siz bir kişinin dünyanı biz bombalayırıq, qadınları biz döyürük, biz öldürürük, siyasi repressiyaları biz həyata keçiririk dediyini eşidə bilməzsiniz. Əksinə, qadınlar bu cinayətlərdən danışanda onlar deyər ki, bütün kişilər eyni deyil, hamıya eyni gözlə baxmayın, ümumiləşdirməyin, insanın yaxşısı da var, pisi də. Qadınların isə kollektiv qürur hissi keçirməyinə imkan verilmir. Onların uğurlarından, qəhrəmanlıqlarından danışılanda çox vaxt deyilir ki, o digər qadınlardan fərqlənirdi, o başqaları kimi deyildi. Əgər qadın yaxşı ana, yaxşı evdar qadın, yaxşı aşpazdırsa, bu onun uğuru kimi yox, vətənə, millətə borcu kimi təqdim olunur. Qadınların peşəkar alim, musiqiçi, memar olmağı isə normadan kənara çıxan hadisə kimi görülür. Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Qadınlar Einsteinin penisi sindromundan əziyyət çəkməsələr də, Matilda effektindən çox əziyyət çəkiblər. Yəni, elmi uğurlarının kiçildilməsi və başqalarının adına yazılması. Bu isə başqa bir videonun mövzusudur.